Herkese salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Bugün sizə Farmlat oyununu oynayaraq hədiyyələri necə asan yolla qazandığımı öyrədəcəm. Videonun sonunda isə qazandığım hədiyyələri necə bəyan etdiyimi və kartımdan pulun çıxıb çıxmadığını birlikdə görəcəyik. Hazırda Farmlat oyunu oynayanlar da baxsınlar, bəlkə fərqli və faydalı nələrsə öyrəndilər. Aşağı qoyacağım linkə daxil olub Farmlat oyununa keçirik. İşarələdiyim yerdə suyu toplayırıq. Daha sonra isə sandığı açırıq. Böyük sandıqda 8 su, kiçik sandıqda 2 su olur. İşarələdiyim hissəyə daxil oluruq. Burada isə yarışma keçirilir. Birinci yerin qalibinə 100 su verilir, ikinci yerin qalibinə 70 su, üçüncü yerin qalibinə isə 50 su verilir. Bu yarışmadan da istifadə edib su ala bilərsiniz. Bu it isə sizə hər gün 2 su verir. Göstərdiyim yerdə isə biz tarlanı suladıqda, 5 dəfə suladıqda 10 su verir. Sual hissəsinə daxil oluruq. Burada isə ən üstdə sifariş ödülüm deyə bölmə var. Burada isə Farmlat oyunu oynadığım zaman səbətə əlavə etdiyim məhsullardan qazandığım sulardır. Məsələn, 436 qram suyu bir gündə vermir, bölüb 3 gündə verir. Əgər demodan sifariş verirsinizsə, bu üsuldan da yararlana bilərsiniz. Burada verilən tapşırıqları da yerinə yetirsəniz, asanlıqla su toplaya bilərsiniz. Məsələn, paylaş bonusuna keçirik, paylaşım edirik və 10 su bizə verilir. Hər gün 3 dəfə paylaşaraq cəmi 30 qram su ala bilərsiniz. Daha sonra isə 60 saniyə boyunca gəz və 15 qram su qazan. Bu da o deməkdir ki, bu səhifədə 60 saniyə ərzində gəzirsiniz, 15 qram su alırsınız. Ən aşağıdası isə demoya daxil oluruq, axtarış yerinə Farmlat yazısını yazırıq, 5 qram, 10 qram su qazanmış olursunuz. Artıq 98%-ə gəlib çatmışıq. Faizləri də tamamladıqla 20 qram bizə su verir. Oyunun bir neçə etapından sonra bəzi oyunlar ləğv oluna bilər. Məsələn, məndə 96%-ə çatdıqda zər atma bonusu ləğv olunmuşdu. Mən də yetkililərə zər atma bonusum ləğv olunduğu üçün xəbərdarlıq etdim. Heç nə edə bilmərik dedilər. Gördüyünüz kimi bir gündən sonra zər atma bonusum aktivləşdi. Bu oyunda çox yaxşı oyundur. Sulayırsınız, hər suya görə zər atma şansı verirsiniz. Siz də şansdan yararlanıb zəri atırsınız və beləliklə su qazanmış olursunuz. Etabı tamamladıqdan sonra 800 və ya 1000 su verir. Aşağıda birləşdirmə oyunu var. Bura daxil olursunuz. Birinə oxşar olanları birləşdirirsiniz və beləliklə etapları tamamlayırsınız, su qazanmış olursunuz. Burada isə sizin linkinizdən keçən oyunçulardır. Bunlar hər gün oynadıqda sizə 1 qram su verilir. Linkinizdən keçdikdə isə 10 qram su verilir. Bir neçə gün oynamayan oyunculara xatırlatma etsəniz 3 və 8 qram su verəcəklər. Qaydalar hissəsində isə həm qaydaları öyrənə bilərsiniz, həm də dəvət etdiyiniz iştirakçılar sizə dəstək ola bilmirsə səbəbini öyrənə bilərsiniz. Burada isə 7 günlük bulmaca oyunu var. 2 gün ərzində şəkli tamamlayıb hər gün su qazana bilərsiniz. Bu da sizin su toplamanızda kömək edə bilir. Hızlı qazanclar bölməsində isə sizə verilən tapşırıqları yerinə yetirib su toplayırsınız. Aktiv bonus bölməsi isə sizin aktivliyinizə görə su verir. Burada isə tarlanı sula yarışması keçirilir. Bu yarışmada verilən dəqiqəyə qədər kim daha çox tarlanı sulasa ona 30 qram su verilir.
Bonus görəvi bölməsinə daxil olursunuz. Buradakı linki 6 nəfərə göndərirsiniz. 6 nəfər sizin linkinizdən keçsə 1000 su verilir. Hər dəfə bu oyunda 1000 su toplayaraq tarlanı sulayıb tez qazana bilərsiniz. Ancaq onu da deyim ki, sizin linkinizdən daxil olan insan bir həftə daxil ola bilməyəcək. Fikrinizdə fərqli 6 nəfər tutub onlara göndərirsiniz və beləliklə asanlıqla 1000 su qazanmış olarsınız. Instagramda Farmlat qrupumuz var. Ora daxil olub bir-birinizin linkinizdən keçərək bu cürdə 1000 su bonusunu tamamlaya bilərsiniz. Bəzən belə oyunların yalan olduğunu deyənlər də var. Burada hədiyyələri göstərirəm. Gəldikdə videosunu çəkib paylaşacağam. Gəlin indi isə oyunumuzu qazanaq. Kanalıma dəstək üçün abunə olmağı, fikrinizi şərhlərdə mənimlə bölüşməyi də unutmayın. Artıq oyunu qazandıq. İkinci tur üçün mənə şans verilmişdi. Hədiyyələr seçin deyə 20 su oradan verilir. Seçdim 20 su qazandım deyə ikinci tura artıq avtomatik olaraq keçir. Al düyməsini basırsınız, tamam basıb tamamlayırsınız oyunu. Burada bizə 2 hədiyyə və 2 kupon verildi. 35 manatlıq və 42 manatlıq endirim kuponları da verildi. Videonun sonunda bu kuponlardan necə yararlandığımı da göstərəcəm. Əgər oyunun sonuna çatmısınızsa və ikinci turu da oynayacaqsınızsa, birinci turda olan bütün suları toplamağınızı məsləhət görürəm. Gördüyünüz kimi əvvəlki oyunda topladığım suyu ikinci oyunda mənə geri verir. İndi isə keçək Temoda sifariş bölməsinə. Hədiyyələrimizin sifariş bölməsində olmasını yoxlayaq. Sifariş bölməsindədir artıq 2 hədiyyə 0 manata. İndi isə sizə bəyan etməni göstərəcəm. Hədiyyələrin qiyməti 20.44 dollardır. Sifarişlərimizi necə bəyan ediriksə, hədiyyələri də o cür bəyan edirik. Bu aralar gömrükdə problemlər yaranır. Problemlərdən biri də məhsulları gec bəyan etməkdən irəli gəlir. Çalışın ki, bildiriş gələn kimi bəyan edəsiniz. Malın əsas qrupu ofis ləvazimatlarını seçirik, alt qrupda isə digəri seçirik. Qiymətini isə bizə göstərdiyi rəqəmləri yazırıq. Burada isə artıq təsdiqləyirik. Bu insanlar burada narahat olurlar ki, biz təsdiqlədiyimiz zaman kartımızdan pul çıxacaq. Mən artıq demodan 11-ci dəfə hədiyyə qazanıram. İndiyənə kimi qazandığım hədiyyələrin heç birində 1 manatda pul çıxılmayıb. Farmlat oyununu qazandıqdan sonra 3 gün ərzində istifadə edə biləcəyiniz endirim kuponları verilir. Gəlin bu endirim kuponlarından necə yararlandım onu da sizə göstərim. 150 manatlıq məhsula 35 manat endirim edib 115 manata verildi. Mən 42 manatlıq endirim kuponundan istifadə etdim. Sadəcə olaraq çəkilişini etməmişdim. Qazandığım 42 manatlıq endirim kuponu çox faydalı oldu. Əlavə olaraq başqa məhsullarda 85% endirim qazanmışdım. Hər dəfə Temodan sifariş vurduqda endirim kuponlarından və endirimlərdən yararlanıram. Temoda bundan əvvəl 10 dəfə hədiyyə necə qazandığımı öyrənmək istəyirsinizsə, aşağıda paylaşacağım linklərə daxil olub baxa bilərsiniz. Bu cür faydalı məlumatların davamlı gəlməsi üçün kanalıma abunə olmağı, videonu bəyəndinizsə bəyənməyi, fikrinizi şərhlərdə mənimlə bölüşməyi unutmayın.